Salam, hər vaxtınız xeyir olsun. Bugün sizinlə çox ləzzətli qəlyanaltı resepti paylaşıram. Bir ədəd soğanı xırda-xırda doğrayıram. %100 qram Holland pendirini rəndədən keçirirəm. Yarım dəstə keşnici xırda-xırda doğrayıram. Tavaya bitki yağı əlavə edib soğanı qovururam. Üzərinə 450 qram çəkilmiş toyuq əti əlavə edirəm. Rəngi həfif qızarana qədər qovururam. Zövqə görə üzərinə duz istiyot, keşniş əlavə edib qarışdırıram. Lavaşı 4 hissəyə bölürəm. Üzərinə yarım çay qaşığı mayonez əlavə edib hər tərəfinə bərabər şəkildə çəkirəm. Üzərinə hazırladığım içliyi və Holland pendirini əlavə edib bükürəm. Tavaya bitki yağı əlavə edib hər iki tərəfini qızardıram. Qəlyanaltılar hazırdır. Çox sadə və ləzzətli qəlyanaltı reseptidir. Hazırlayacaq olan hər kəsə nuş olsun. Videonu bəyəndinizsə kanalıma abunə olmağı və bəyənməyi unutmayın. İzlədiyiniz üçün təşəkkür edirəm.